Həqiqətən Allah səbr edənlərlədir. Allah yolunda ölənlərə ölüdülər deməyin. Əksinə, onlar diridilər. Lakin siz bunu duymursunuz. Biz sizi biraz qorxu, biraz aclıq, biraz da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə, biz Allaha məxsusuq və ona da qaydacağıq deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır.